Ermənistanın keçmiş prezidenti 1-ci Qarabağ müharibəsinin aktiv iştirakçılarından və Xocalı qatillərindən Serj Sərkisyan Şuşanın 1992-ci il mayın 8-də işğal edilməsi ilə bağlı yeni detalları açıb. Globalifo az məlumat verir ki, o ermənilər arasında dağlarda toy kimi təqdim olunan əməliyyatla bağlı bəzi məqamları paylaşıb. Sərkisyan Şuşa istiqamətində gedən döyüşlər vaxtı başqa separatçılarla dialoqunu xatırladıb. Hər dəfə Şuşa ermənilərin Şuşaya qoyduqları qondarmaat haqqında yazanda Valeri Çiçyanın rus dilində dediyi düşməni görmürəm sözləri qulağında səslənir. Həmin il mayın 9-u səhər saat 5-6 arası idi, o bu cümləni ikinci dəfə dedi. Beləliklə artıq Şuşini ələ keçirdiyimizi anladıq. O şəhərdə qazanadığımız uğur qələbəmizi təmin etdi. Çünki ilk növbədə döyüşçülərimiz və xalq arasında ruh yüksəkliyi yarandı. Əgər uğursuz olsaydıq, müharibədə məhvə məhkum olardıq. Şuşa əməliyyatının komandiri Arkadi Tertadevasyan idi. Biz düşmənin ən bacarıqlı batalyonu ilə savaşırdıq. Şuşa qələbəsi müharibənin taleyini müəyyənləşdirdi. Əlavə edək ki, Sərkisyanın iddia etdiyi kimi Şuşada Azərbaycanın ən bacarıqlı batalyonu döyüşməyib. Ümumiyyətlə, həmin illərdə Azərbaycanda vahid ordu formalaşmamışdı. Ölkənin müxtəlif yerlərindən toplaşmış qəhrəmanlar, könüllülər məhdudiyyət və silahla şəhəri müdafiə etməyə çalışırdı. Ancaq xarici qüvvələrin erməni tərəfinə həm hərbi, həm də kəşfiyyat baxımından dəstək verməsi, eləcə də ölkə daxili xaos səbəbindən Şuşanın müdafiəsi mümkünsüz oldu. Nəticədə şəhər 1992-ci il mayın 8-də itirildi. 2020-ci il noyabrın 8-də isə Azərbaycan ordusu dünya tarifinə qızıl hərflərlə yazılacaq əməliyyatla Şuşa şəhərini işğaldan azad etdi.